Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Masazır qəsəbəsindəyik. Masazır qəsəbəsində qəşəng bir şəxsi həyət evimiz satışa çıxıb. Gözəl variantlı. İlk öncə təqdimata başlamamışdan qabaq qısa bir anons verim. Demək, hörmətli izləyicilərimiz, yerləşmə yeri əla. Məktəbə, marketə yaxın, təmiz havası olan bir ərazi. 3 sotda, yerdən kürsülü, 4 dövrəmə qoşa daşına inşa edilmiş şəxsi tikili həyət evidir. 3 otaqdır. Daxili təqdimatda da tam təfərrüatla təqdim edilir. Çatdıracağıq. Hal-hazırda həyət yanındayıq. Maşallah, bağı baxsası nəyə desiniz dəyər. Həqiqətən də əsl istirahət eləməli, əsl yaşanansı bir yerdir. Hava cəhətdən, yerləşmə yeri cəhətdən. Evin də qarşısından 2 yol ayrıcı gedir. Həm marketə, həm Masazırın ən böyük məktəbi olan Altısaylı məktəbə də yaxındır. Keçək demək qarşıya. Baxın, ilk öncə sağdan başlayaq. Kladovkası və onun da içərisində də kombi. Kürsüdür. Həm də quru ərazidir. Yəni, nəmişlik yoxdur. Bağı baxsan da görürsünüz, üzüm tənəklərindən belə, yəni bir saymağa ehtiyac da yoxdur. Evimizin girişi bu hissədəndir. İlk öncə tam bağı çəkək təqdim edək. Görürsünüz, hər cür meyvə ağacları var, hər növ. Ümumi 3 sotdadır. Çıxarış kupça, tam paket. Burada evimizin kladovkasıdır. Gözəl şərait qurulub. Nə lazımsa artıq əşyalarını, qış tədarikidir. Hamısını yerləşdirə bilirsiniz. Yapon əzilindən belə, yay alması. Bir sözlə, geri yaşa. Qiymət də əladır. Həqiqətən dəyərindən aşağı qiymət təklif olunur. Buradan da gördünüz. Yəni bu hissədən də bir özəllik var dəyərlilərimiz. Buradan da istəsəz bölüb küçəyə, növbəti küçəyə də çıxış etmək olur. Tam ipotekaya da yararlı bir evdir. Kim də dövlət ipotekasından ev almaq istəyirsə, əsl, ideal, əsl, optimal bir variant. Keçək evimizin daxilinə. Demək keçdi içəri, evimizin daxili. Proyekt haqqında başlayaq. Sağda sanuzel sanitar qurşaqları ayrı-ayrılıqdadır. Gördüyünüz kimi jakkuzisi, muydadırı, şurkası qəşəng. Şəxsi özü üçün istifadə üçün təmir olunub tikilmiş evdir. Dəhliz də genişdir. Və keçək qarşıya mətbəximizə. Evimiz qismən əşyalı satılır. Detalları inşallah reallıq əsnasında sahibi ilə razılaşar. Yəni, nə götürüləcək, nə qoyulacaq, yəni bəzi əşyalar götürüləcək, bəzilər də qalacaq. Keçək evimizə. Maşallah, salon gözəl. Və sağda birinci otağımız. Əlavə də yenə nəfəslik qoyulub. Laminat döşəmədir. Bir daha təkrar edirəm. Fundamentindən tutmuş, tamamlayacaq qədər hamısı prosedurlara tam nəzarət olunub, yəni texniki qaydalara. Qoşa daşdır, kəməri, təməli. Maşallah, qəşəng də təmirdir. Qiymət də deyək də, belə deyək də, saytlarda da bundan yüksək məbləğdə qoyulub. 93.000 manatla satışdadır. Reallıq əsasında yenə də bu məbləğdən endirim olunacaq. Baxın, 3 sotda, qəşəng bir yerdə, şəxsi tikili. Belə ev həqiqətən də yoxdur. Sənətdə çıxarış kupça. Baxın, dəyərləndirin, qiyməti özünüz verin. Görürsünüz ki, həqiqətən də reallıqdır ki, yəni qiymətindən aşağı təklif olunur. Əlavə suallar üçün nəsə bir qaranlıq məqam qalarsa, biz orada zaten qeyd edirik əlaqə nömrələri. Buyurun, müraciət edin, suallarınızı ünvanlayın. Dəyərli də vaxtınızı ayırdığınıza görə təşəkkür edirik. Sağ olun, sağlıqla qalın. Allah bütün arzusunda olanlara belə ev, bundan da gözəl evlər qismət eləsin. Sağ olun, var olun.